Sizə salamlar. Mən Reyzat müəllimi Qabil Abbasov. Bugün Reyzat 9 illik test topusunun adi və onluq kəsrlər mövzusunun həllinə baxacağıq. İlk olaraq birinci sualdan başlayaq. Bizə birinci sualda şərtdə deyir ki, 10'da 7 kəsirin sürətlə məxrəcindən hansı ədəd çıxdıqda 3'dəki kəsiri alınır. İlk olaraq 10'da 7 kəsirin hər hansı bir ədəd çıxsaq, hər ikisindən də, sürətdən və məxrəcdən də bizə verib 3'dəki kəsiri. Biz bunu tənasüb kimi vursaq bir-birinə. 2 vuraq 10 çıxaq x, 3 vur 7 çıxaq x. Biz bunlara vurub açsaq, bizə verər 21 çıx 3x. X'ləri bir tərəfə yığsaq, ədədləri də bir tərəfə yığsaq, x-ə taparıq 1. Birinci sualın cavabımız B variantı. Eyni qaydada ikinci sualdır. Sadəcə əlavə edib yazacağıq. Üçüncü sual. İçini özünüz yazarsınız. 3'ə gəldikdə 3'ün həlli belədir uşaqlar. Deyir x-in hansı natural qiymətlərində x bölək 8 kəsiri düzgün və x bölək 5 kəsiri düzgün olmayan. Belə bir qayda deyək. Tutaq ki, qaydanı buraya yazaq. A bölək 5 kəsirində B fərqlidir 0 olarsa, A kiçikdir B'dən olarsa, bu düzgün kəsir. Düzgün kəsir. A bölək B'də A böyük bərabərdir B olarsa, düzgün olmayan kəsir adlanır. Kəsir adlanır. Və bu qayda əsasən belə deyək, x düzgün kəsir dediyinə görə x kiçikdir 8'dən. Bu kəsir düzgün olma dediyinə görə x böyük bərabərdir 5'dən. Və bunu 2 qat bərabərsi kimi yazsaq, kiçikdir 8'dən. Deməli, 5'dən böyük və 8'dən kiçik olanlar. Burada böyük bərabər olduğuna görə 5'in özünü də götürürük. 6 və 7. Bu 3 ədəd olur. 5, 6, 7 natural ədədlər. C variantı. Eyni qaydadan 4, 10 kimi fikir versək, düzgün kəsir olmayan deyirsə 7, 8 və 9. Y variantı. 5-ci sualda bizə belə deyir. Deyir ki, kəsirin A-nın yerinə hansı rəqəm yazılsa düzgün kəsir alınır. Baxırıq yüzlüklər mərtəbəsi ədədimizin. Eynidir. Təklər mərtəbəsi eynidir. Bizə lazımdır onluqlar mərtəbəsi. Onluqlar mərtəbəsi düzgün olması üçün A kiçikdir 3 şərtini götürməliyik. Düzgün deyir. Düzgün dediyinə görə A kiçikdir 3. Burada olan kiçik olan natural ədədlər 1, 2. Hansı rəqəmlər yazılır? Rəqəmlər dediyinə görə burada 0 da olmalıdır. Əgər natural desəydi, onda 1, 2'ni götürürdük. 0, 1, 2. D variantı. 3'ü niyə götürmədik? Çünki 3'ü yazsaq, bu 3 rəqəmini yazsaq, o olur düzgün olmayan. 632 bərabər olduğundan o düzgün olmayan kəsirə çevrilir. Burada 6-cı sual bizə deyir. 6-cı sual bizə deyir ki, x-in hansı ən kiçik natural qiymətində bu ifadəmiz, bu kəsirimiz düzgün olmayan kəsir olar. Bayaqlar şərtdə dedik ki, düzgün olması üçün x üstə gərək 4 böyük bərabərdir 20'dən olmalıdır. 3x böyük bərabərdir 20'dən 4 çıxanda 16, x də bərabər 5'dən 3'də 1. 16'nı böldük 3'ə. Buradan 5'dən 3'də 1'dən ən kiçik natural ədəd hansıdır? 6. X bərabərdir 6'ya. 7-ci sualda eyni qaydadan belə yazsaq, 5x çıxaq 4 böyük bərabərdir 17'dən, 5x böyük bərabərdir 21'dən, x də böyük bərabərdir 4,2'dən. Ən böyük hansıdır? 5. Natural ədədlərin ən kiçiyi olur. 3 saat sutka. Bir sutkamız 24 saat olduğundan 3 bölək 24, bu da bizə verir 8'də 1'i. 8 bölək 24 bizə verir 3'də 1'i. 72 ədədin 8'də 5 hissəsini taparkən ədədi hissə verilən vurmaq lazımdır. Bu bizə verir 9. 9'u 5'ə vuranda 45. Eyni qaydada bunu vuranda 42'ni 7'də vuranda 6.
42 vur 7'də 6. Bizə verir 6 vur 6. Bu da verdi 36. D variant. Keçdik 12-ci suala. Turist bütün yolun 5'də 3 hissəsini getdi. Yolun hansı hissəsi gedilməmiş qaldı? Biz tam yola vahid desək, 1 desək, birdən 5'də 3 çıxanda qalır 5'də 2 hissəsi. Eyni qaydada burada kimi məsələn vahid kimi götürsək tam yolu. Birdən 7'də 4 çıxanda qalır 7'də 3. Sinifdə 32 şagirdin 4'də hissəsi riyaziyyat dərnəyinə gedirsə, neçə şagird riyaziyyat dərnəyinə gedir? Bəxş kimi ədədin hissəsini tapırıq. 32 vur 4'də 3. Bizə verdi 24. Budağa 12 quş qonmuşdur. Onların 3'dəki hissəsi uçub getdi. Neçə quş uçub getdi? Uçub gedən sonra uçur deyinə 12'nin 3'də 2 hissəsini tapırıq. 4'ü 2'yə vuranda 8. O 116-cı. Düzgün olma hissəsinin tam hissəsini soruşur. 220'ni bölük 16'ya. 22'nin içində 16 bir dəfə. 20'nin içində 22'dən 16 çıxanda qalır 6. 60'ın içində 16 3 dəfə. 48. 12. Bizə verir 13 tam 16'da 12. Bizə tam hissə lazım olduğu üçün bizə lazımdır 13. Eyni qaydada 17. Sizlikdir. Siz yazarsınız 18-ci sual. 81 ədədinin 9'da 5 hissəsini tapanda yenə ədədi hissə göstərənə vurmaq lazımdır. 9, 9'u 5'ə vuranda 45. 19-cu sual eynidir. 20-ci sual. 20-ci sualımız belədir. Qarabağ sözündə Qarabağ. Qarabağda hərfləri sayırıq. 1, 2, 3, 4, 5, 6, 7 hərfimiz var. Yazdım ümumi məxrəcdə. Bizdən A-nı sorğusuna görə 1, 2, 3 dənə A hərfi var. 7'də 3. 21-ci sual. 20-ci sualımız belədir. Dövrü onluq kəsirlər. Dövrü onluq kəsirləri çevirərkən ilk olaraq ədədimizi, yəni dövrün içindəki ədəd qədər, məxrəcdə 9, ədəd qədər, sayı qədər 9, bir dənə olduğuna görə bir dənə 9. Dövrdən əvvəlki ədədin sayı qədərsə 0 yazırıq. Bir dənə 2 olduğuna görə bir dənə 0 yazdıq. Sonra ümumi ədədi yazırıq, 26'nı, tamdan sonra ədədi yazırıq 26'nı və bundan çıxırıq dövrdən əvvəlki ədədi, yəni 2'ni. Bu bizə verdi 90'da 24. Bunun üstünə də 5'də 1 gəlirik. Bu bizə verir 5'i 6'ya ixtisar gedəndə burada qalır 4, burada qaldı 15. Üstə gələk 5'də 1, bu deyir 15'də 4, üstə gələk 3. 15'də 7. 22-ci sual. 22-ci sualımız 3 tam 24'də 7 böl mənfi 6 tam 5 üstə gələk 8'də 7 bərabərdir. 3 tam 24'də 7'ni düzgün olma kəsirə çevirərkən məxrəc olduğu kimi qalır. Tam hissəni kəsirin məxrəcinə vurub üzərinə sürəti gəlirik. 3'ün üstə 3'ü 24'də vuranda elədi 72. 72'nin üstə 7 gələndə elədi 79. Bölək. Keçək sürət yazaq. Mötərizənin üçün həll edək. Mötərizənin üçün həll edəndə 6 ilə 8'in əkobu bizə verir 24'ü. 24'ü 6'ya böləndə 4. 4'ü vururuq mənfi 5'ə. Bizə elədi mənfi 20. Üstə gələk. 24'ü 8'ə böləndə 3. 3'ü 7'yə vuranda 21. Bərabərdir. Birinci kəsir olduğu kimi saxladıq. İkinci kəsiri tərsinə vurduq. Bu bizə verir 1'i. Məxrəcdə 1, sürətdə 24. 24'də ixtisar getdi, qaldı 79. Cavabımız oldu 79. Eyni qayda ilə 23'ü siz yazırsınız. Keçdik 24'ə. Taxıl üdükdə kütləsi 5-4 hissəsi qədər un alınır. Və 480 kiloqram un almaq üçün nə qədər taxıl ütmək lazımdır? Bizə X-i soruşur, yəni taxılı soruşur. Əvvəlki xam taxıl soruşuna görə onu X götürsək, X-i vururuq
5'də 3-ə, yəni 5'də 3-ü un alınırsa üyüdündən sonra bizə nə qədər un vermişlər? 480 kiloqram. Burada ikisi tapanda 480 hasili bölürük vuruqların birinə. Yəni 5'də 3-ə. Buradan x bərabərdir 480 vuraq 3'də 5. Yəni tərsinə vurduq. Xısa getdi, qaldı 160. 160'ı 5'ə vuran elədi 800. Cavabımız oldu 800. 25-ci sual. 2 çıxaq 1,6 böl 2. 1,5'də 4 böl 2,4'də 1 bərabərdir. 2'dən çıxdıq. Bunu böləndə elə 0,8. Bu düzgün olmayan kəsirə çevirəndə qarışıq kəsirlərdir. Bölərkən düzgün olmayan kəsirə çevirib bölmə xassəsini tətbiq edirik. 5'də 9 bölək 4'də 9 bərabərdir. Buradan çıxarır eləyib 1,2. 5'də 9 vur 9'da 4 bərabərdir. 9'a xısa getdi, qaldı 5'də 4. Bu bizə verir 10'da 12 böl 5'də 4 bərabərdir. 10'da 12 vur 4'də 5. Bizə verir 2, 3. Elədi 2'də 3. Bunu eləndə 1,5. Qarışıq kəsir, düzgün olmayan kəsir, qarışıq kəsir və yaxud qarışıq kəsir kimi yazsa 1,2'də 1. Hansını versələr onu götürürük. Bizə verirlər onluq kəsirlə 1,5. Eyni qayda ilə 26 yazsa bu bizə verir sürət 2,5. Mənfi mənfi olur deyiləm müsbət. 3-3'ə böləndə 1, 3-ün üstə 1 gələndə 4. Bu bizə elədi 4'də 3. Eyni qayda 27. 27'ni yazanda 27'ni yazsa bu bizə verir 4,75 çıx 3,75. Bu bizə verir 3'də 21, 22'ni. Bunu bölürük 9'da 11'ə. Vururuq 6'ya. Bərabərdir. Bu bizə verdi 1'i. 3'də 22 vur 11'də 9 vur 6. 22 ilə 11 xısa get. Burada qaldı 2. 3 ilə 9 xısa get. Burada qaldı 3. 2 3'ə vuranda 6. 6 ilə də bunlar xısa getdi. Qaldı 1. – 28-ci sual. 28-ci suala baxarkən ilk olaraq yenə 4 tam bu bizə verir 2'də 9. Vur 9'da 8. Üstə gələ. Bu bizə verdi 3'də 16. Bunu bölürük 3'də 32'yə. Bərabərdir. 9'a xısa getdi. 8'i 2'yə böləndə qaldı 4. Üstə gələk. 3'də 16 vur 32'də 3. 3'də xısa getdi. 16 ilə 9'a qaldı. Qaldı 2'də 1. Bu bizə verir 4 üstə gələk 2'də 1. Eləyir 4,2'də 1 və yaxud 4,5. Navivrə 4,5. Eyni qaydada bunu belə yazsaq 40 bölək 25 kəsir kimi yazsaq 1,8 bölək 3,6 eləyir 4'də 1. Birdən də 4'də 3 çıxanda eləyir 4'də 1. Bərabərdir. Bir xısa getsə qalır burada 5'də 8. 5'ə xısa getdi. 8, 5. Burada 1,8'in özünə xısa getdi. Qaldı 2'də 1. Eləyir 4'də 1. Bərabərdir. 5'də 8'in üzrə 2'də 1 gələndə orta məxrəc 10. 16, 5 gələndə 21. Bölək 4'də 1 olduğuna görə tərsinə vurduq 4'ə. Bu bizə eləyir 10'da 84. Bunu da böləndə 8,4. Cavabımız oldu 8,4. Keçdik 30-cu sual. 30-cu sualımız belədir. Yuxarıdakı dediyimiz qayda ilə. Dövrün içi qədər 2 dənə rəqəm olduğuna görə 2 dənə 9. Dövrdən əvvəlki rəqəm 1 dənə olduğuna görə 1 dənə 0. 214'ü yazdıq. Ədədimiz 214. Ondan çıxırıq dövrdəki əvvəlki rəqəmi. Yəni 2-ni. Bizə verir 990'da 212. Variantlara baxırıq. A, yoxdur. Deməli xısar aparıblar.
Nə yaparlar 2-yə? 495-də 106. Otuz birinci sual eynidir. Siz yazırsınız. 32-ci sual. Bu bizə verir A. 2/4-də 41. B. 2/141. İlk olaraq bunu yazsaq, bunu belə yaza bilərik. 2/41, 41, nöqtə dövrə qədər gedir. Bu bizə verir 2/141. Bunun arxasına istənilən qədər, sonsuza qədər 0 yaza bilərik. Bərabər oldu, sonsuza qədər yaza bilərik. İlk olaraq baxırıq, tam hissəmiz eyni. 100-ə qədər də eyni, amma 1000 tərəfdən fərqlidir. 4, 0. Deməli, ən böyüyümüz A bölək B. Birinci qaydamız bu. İkinci qaydamızda belədir. Kəsir kimi yazsaq 2/99-da 41 və 2/100-də 41. Tam hissəsini atdıq. Eyni ikisində də. Baxırıq şeyə. Məxrəcdə sürətləri eyni olduğuna görə, sürətləri eyni olan kəsirləri müqayisə edərkən sürəti eynidir. Məxrəci kiçik olan kəsir böyükdür. Yəni 99 100-dən kiçik olduğuna görə A böyükdür B-dən. İkinci həll yolu. Bu birinci, bu da ikinci. 2 dənə həll yolu dedik. A böyükdür B-dən. Eyni qaydaydı. Eyni qayda bunun kimi sizlikdir. Bura gəldik. Hansı sonluq kəsir şəklində göstərə bilməz deyə. Sonluq kəsir şəklində göstərmək üçün kəsirin məxrəci 2 və 5 vurğu və ya yalnız 2 ya da yalnız 5 vurğu olmalıdır. Bunlar varsa kəsirimiz sonlu onluq kəsirdir. Yoxdursa deyəndə uşaqlar, bunlar ola da bilər və yaxud bunlardan fərqli də ola bilər. Məsələn 3, 7, 9 və s. Hər hansı bir vuruq varsa onlar sonsuz onluq kəsirdir. Keçək sualımıza. Bizə verir 20-də 9, 32-də 11, 40-da 37, 35-də 16 və 25-də 17. İlk olaraq buna baxsaq, bu bizə eləyir 2-də 2-nin kvadratı vur 5 kimi. Bu bizə istəyir 2 üstü 5-də 11. Bu bizə eləyir 2-nin kubu vur 5, 37. 5 vur 7-də 16 və yaxud 5-in kvadratında 17. Qəşəng. Burada görürük ki, burada 2, 5 var. Bunu çıxdıq. Burada ancaq 2-dir. Bunu da çıxdıq. Dedik tərəfdə. Burada 2 ilə 5-dir. Hər ikisi də var. Bunu da çıxdıq. Burada 5, 7. Bir dənə 7 var. Deməli, bu sonluq kəsir şəklində göstərə bilmərik. Amma burada 5 var deyə bunu göstərə bilərik. Bizə nəsə oturdu, göstərə bilməz. Hansı oldu? 35-də 16. Variantlara baxacaq. Hardadır? C variantı. 35-ci sualda eyni qaydadır. Siz yazarsınız. 36-cı sual. 36-cı sualda orta məxrəcə gətirsək 10, 34, 340 kimi yazsaq, bu bizə verir 34 vur 7. Bunu belə yazsaq, B-miz olur 34, 340-da 10-a böləcək 30, C-miz neçədir? 340-da 60. Bizə nə deyir? Artma sırasıyla. Artma sırasıyla, yəni kiçikdən böyüyə deyir düzün. Kiçikdən böyüyə deyəndə ən kiçik B-dir, sonra C-dir, sonra A-dır. Bu birinci. İkinci həll olsa belədir uşaqlar. Burada fikir verirsiniz, onda 7. Fərqlidir də bunlardan. Sürətlər fərqlidir, həm də məxrəc fərqlidir. Deməli, ən böyük bunu götürə bilərik. Çünki orta məxrəcə gətirəndə bu böyüyə gedir. Gəldi bu kiçik kəsir. Burada fikir versəniz, sürətləri eynidir. 3, 3. Bunları müqayisə edərkən məxrəclərinə fikir verin. Məxrəci kiçik olan böyükdür. 17 34-dən kiçik olduğuna görə 17 bundan böyükdür. B C-dən böyükdür. B C-dən böyükdürsə harda variantlarda var? B C-dən böyükdür. B C-dən böyükdür. Burada C-ni B-dən böyük verirlər. Burada da. Amma B C-dən böyükdür.
B C-dən böyükdür. Atma sırasından da deyirsə B C A. C B-dən böyükdür. Tərsinə deyirəm, C B-dən böyükdür. Qaydan deyirəm, sonra tərsinə götürürəm. C böyükdür B-dən. C böyükdür B-dən. C böyükdür B-dən. C böyükdür B-dən. Bu getdi. Bu da getdi. Qaldı 3 variant. Nə yazmışdıq biz? B, C, A. Hansı variant gəlir? B variantı. 2-dən qayda dedik. Eyni qaydada bunu özünüz yazırsınız. Keçdik 38-ə. 38-ci sualımız belədir. Eyni qaydada xassələri tətbiq edirik. Deyir ki, 3 bölək A plus 1 kəsiri düzgün olmayan olsa. Düzgün olmayan olması üçün sürət böyükdür məxrəcdən. Bunu tərsinə yazsaq, kiçik bərabərdir 3-dən, A kiçik bərabərdir 2-dən. 3-dən 1 çıxdıq ki, natural ədəd dediyinə görə 1 və 2. 1 və 2. 39-cu sual. Vurma, qarşı kəsirə vurarkən bunların hamısını düzgün olmayan kəsirə çeviririk. Bu edir 2-də 7 vur, 3-də 4 vur, 7-də 28, 33. 7-lər xısar getdi. Burada qaldı 2. 3-dən də 30 xısar getdi. Burada qaldı 11. 2-yə 11-ə vuranda elədi 22. 40-da ortadan məxrəcə gətirsək, bu bizə eləyir 8-də 4, 8-də 2, 8-də 6, 8-də 3 və 8-də 5. Ən kiçik hansıdır? 8-də 2. Bu hansıdır? 4-də 1. Eyni qaydada bunu yazırıq. Burada da 8-də 6 ən böyük olduğuna görə elə 4-də 3. 42-ci sual. 42-ci sualımız belədir. 3n çıx 5 böl 7. Adi kəsirin düzgün kəsir olması üçün n-in ala biləcəyi natural qiymətlər cəmini tapın. Düzgün kəsir deyillə sürət məxrəcdən kiçik olmalıdır. 12, n kiçikdir 4-dən. Natural qiymət deyirsə, n ala bilər 1, 2 və 3. Və bundan cəmi sonucuna görə bunu cəmi eləyir 6. Buradan orta məxrəci tapırıq. Eyni ədəd tapırıq. Burada da var, burada da var. Onun üçün 9,4 ortaq götürəndə 14,3-dən 4,3 çıxanda qalır 10. Bunu da vuranda elir 94. E variantı. Eyni qaydada buradan 3,5 ortaq vuru çıxardanda 6,7-nin üstü 3,3 gələndə elir 10. 3,5 ona vuranda verir 35. Deyir ki 45-i 0,6-nı hansı ədədə böldükdə x götürürük. Bərabərdir 25-də 21. Bölən qismət. Böləni taparkən bölünəni bölürük qismətə. Buradan da x bərabərdir 0,6. Yəni 10-da 6. Cəng kəsir şəklində yazaq. 10-da 6. 2-yə xısar gedir, qalır 5-də 3. Vur. 21-də 25. Tərsinə vurdu da. 25-dən 5 xısar gedir. Burada 5. 3-dən 21 xısar gedir. Burada qaldı 7. Elir 7-də 5. 46-cı sual. Eyni qaydadır. 49-cu sual. 47-ci sualımız belədir. 0,9-dan hər hansı bir ədəd çıxdı. Qaldı 3-də 2. Azalan, çıxılan fərq. Çıxılan taparkən azalanandan çıxırıq 3-də 2-ni. Yəni fərqi. Bu bizə verir 10-da 9 çıx 3-də 2. Orta məxrəc 30. 27 çıx 20. Bu bizə verir 30-da 7. Hansı variantdır? 30-da 7. B variantı. Eyni sualdır. Fərqli rəqəmlər. Keçdik 49-a. Ədədin 3/1 hissəsinin üzərinə hər hansı bir ədəd x-dir bilmirik. Deyir, ədədin 3/1 hissəsi 3/1 x eləyir. Onun üzərinə 2 əlavə etsək, ədədin özü alınır. Ədədimiz nə idi? X. Buradan da taparkən dəyişənlər 2-ni saxladıq. Dəyişənləri bir tərəfə yığdıq. 2 ilə bərabərdir. Bunun əmsal 1 olduğuna görə x ortaq vur çıxartdıq. 1 çıxaq 3-də 1. 2 bərabərdir. X vuraq 3-də 2. X də bərabərdir.
hasili bölürük 3'də 2'ye. Bu da bərabər 2 vur 2'də 3. Bu da edir 3. Cavabımız oldu 3. Eyni qaydadır 50. 50'nin sola baxanda uşaqlar. Hər hansı bir hissədədir bilmirik. Onun 2'də 1 hissəsi ilə 3'də 1 hissəsinin fərqi 1'ə bərabərdir. Buradan x ortaq vur çıxardanda 2'də 1 çıxaq 3'də 1 bərabərdir 1'ə. X vur 6'da 3 çıxaq 2 edir 1 bərabərdir 1'ə. X də bərabərdir 6'ya. 6 vuraq 1. Cavabımız oldu 6. Eyni qaydadır. Burada sadəcə toplayıblar. 52-ci sual. 52-ci sualımız belədir. Turist yolun 7'də 4 hissəsini avtomobillə, qalan 9 km isə piyada getdi. Şöyle 7'də 4'ü gedibsə, 7'də 4'ü gedibsə niyə qalıb? 7'də 3'ü. Hər hansı bir ikisidir. Yol bilmirik. Kilometrdir. 12'sin 7'də 3'ünü tapırıq. Bərabər götürüb 9'a. Niyə? Çünki 7'də 3'ünü piyada gedib. Qalan kilometri deyir 9. Qalan 9 kilometrini isə piyada getdi. Yəni qalan 9 kilometr piyadadır. Piyadamız neçə hissəsidir? 7'də 3 hissəsi. Bunu tapanda tənasüb kimi vuranda 3x bərabərdir 9'u 7'yə vuranda 3x bərabərdir 63'ə, x də bərabərdir 21'ə. Birinci həll yolumuz 21'dən 9'u çıxmaqdır. Çünki bizdən avtomobilə gedəni soruşur. Bu bizə eləyir 12 və yaxud 21'in 7'də 4'ünü tapmaqdır. Bu da eləyir 12. İkisində də 12'dir. 53-cü sual. Bunların ən əsas yolu bunları alt-alta yazmaqdır. Bəlkə yuxarıda yazmışdı birini. 0,802 0,1000'də 782 0,1000'də 7802 və 0,1000'də 7822. Bunlar biri 4, biri 3, biri 2 rəqəmlidir. Bunları bərabərləşdirmək arxasına 0 artırırıq. Hamısı 4 rəqəmli oldu. Qəşəng. Tam hissəsinin işimiz yoxdur. Hamısı 0'dır. Keçdik onluqlar mərtəbəsidir. Bizə nə soruşur? Ən böyüyünü. 7, 7, burada 8. Aha, bunların üçündə çıxdıq. Burada qaldı 8. Ən böyük hansıdır? Məsələn, bu hissəsi eynidir. Keçdik yüzlər mərtəbəsi. 1, 2'dir, 1, 0. Aha, deməli elə ən böyüyü buymuş. 0,82. 54-cü sual belədir. 16,4 ilə 20,31 ədəd arasında neçə natural ədəd var? 16,4'dən ən böyük natural ədəd 17'dir. Aralarında var 18, 19, 20'nin özünü götürürük. Niyə? Çünki 20,31. 20,31'dən kiçikdir. Ona görə 20'ni götürdük natural ədəd olaraq. 2, 4. 4 tane natural ədəd var. Eyni qaydada 28, 29, 30 və 3 tane burada var. Keçdik 56-cı sual. 56-cı sual uşaqlar. Ən asansı belə hesablayaq. Bu bizə verir %2525. Bunu bölürük. Bir ol vuraq da vuraq. 1000'də 8 deməkdir. Vuruq 8'də 1000'ə. Bunda %294.465 bərabərdir. Ayıraq. Bu ixtisar gedir. Burada qalır 10. 10 da bu ixtisar gedir. Burada qaldı 2, 4. Burada qaldı 5. Bu bizə verir. Ən gözəli biz bunu ixtisarı belə aparaq. Bunlar çıxardaq, silək. Burada qalmışdı 10 da uşaqlar. 8'də 25.250 ona vurduq da. Çıx %294.465 bərabərdir. Şöyle bunların ortaq məxrəci 200'dür. 200'də 25.250'ni kalkulatorda vuraq görək. 25.250 vur 208'e bölündə 25 düşür. Vur 25. Bu bizə elədi 631.250. Bundan çıxırıq 294.465
465. Bunu da vurur 2'yə. Bu eləyir 588.930. Bundan da çıxanda 6.000 bizə verir 42.320. Sonra bunu əsas bölmək üçün də hər tərəfi 2'yə bölsək, yüzdə 21.160. Bu da bizə verir 211,6. Cavabımız oldu 211,6. Eyni qaydada 57'ni yazanda burada neçə 2 4. 10.000'də 45.045. Bunu bölürük. Bir of vuraq. %45 deməkdir. Yəni 45'də 100'ə. Bunu olduğu kimi saxlayaq da hələ ki. Bərabərdir. Bax bunu buna böləndə bu düşür burada 101. Bunda bu 0 getdi qaldı 100. Bu bizə verir 1,1. Bunun üzərinə 29,99 gələndə tam hissəsi eləyir 101. Uşaqlar bu 1001 edirik. 45 bölündə bu 1001 düşür. 1001. Bu bizə verir 10,01. Bunu da toplandı eləyir bu 39 tam hissəsi. Bunun üzərinə gəlirik 0,1 tam hissəsini toplandı bu eləyir 1. Bunu da toplandı elədik 40. Cavabımız oldu 40. Uşaqlar, davam edək. 58-ci sual. Bu bizə verir 0,4-48'i. Dediyimiz qaydada 2 dənə 9, 48 özünü sağladıq. 3'ə xısa gedir, qalır 33'də 16. Eyni qaydayla bunu yazsaq 99'da 72, 9'ə xısa gedir, qalır 11'də 8. Buna basaq tam hissəmiz eyni, müqayisə deyil. Ulduzun yeni hansı əvəzində rəqəm olmalıdır? Onluqlar mərtəbəsi eyni. Bizə lazımdır yüzlüklər mərtəbəsi. Burada 2 deyinə ulduz kiçikdir 2'dən olmalıdır. Ulduz olmalıdır. Hansı rəqəm? Rəqəm dediyinə görə 0, 1. 2 ilə götürməlidir. Çünki 2 olsaydı bərabər olardı. Eyni qaydada bunu tətbiq edirsiniz. Meyvə bağındakı ağacların 11'də 4 hissəsi alma, 11'də 2 hissəsi armuddur. Ümumi 11'də 6 hissəsi alma ilə armud tutdu. Digər meyvəni tapanda, digər meyvəni vahid götürsək, ümumi hamısını vahid götürsək, birdən çıxırıq 11'də 6'nı, bu deyilir 11'də 5. Cavabımız oldu 11'də 5. Ədədlərin neçəsi düzgün olmayan kəsirdir? Düzgün olmayan kəsir nə idi? Sürət məxrəcindən bərabər və yaxud böyük olandır. Burada kiçik deyinə bu düzgündür. Bu bərabər deyinə biri bu. Bu kiçik deyinə bu düzgündür. Bu böyük deyinə biri bu. Bu da kiçik deyinə bu düzgündür. Bu da bərabər olduğunca biri də bu. 1, 2, 3. 3 dənə kəsir düzgün olmayandır. Bunu çıxanda inşallah bu ifadəni tapanda bizə verir 6'da 2'yə bölündə 3, 3'ü 1'ə vuranda 3. 3 çıxaq 2'nin kvadratı. Bu bizə eləyir 6'da 1'in mörtəzə kvadratı. Ayrı kvadratlarını tapsaq 1'in kvadratı 1, 6'ın kvadratı 36. İfadənin kəsri ixtisar edin. İxtisar. 11 ilə 121 ixtisar gedir. Burada qaldı 11. 45 ilə 75 15'ə ixtisar gedir. Burada qaldı 5, burada qaldı 3. Bunu da vursaq 55'də 3. 66. Deyir ki, düzgün olmayan kəsir olarsa A-nın ala biləcək qiymətlərin cəmini tapın. A-nın ala biləcək qiymətlər cəmini tapanda uşaqlar, baxırıq mərtəbələrinə. Tərkiblər eyni, yüzlüklər eyni. Düzgün olmayan deyirsə, deməli A-mız böyük bərabər olmalıdır onluqlar mərtəbəsinə, yəni 6'dan. Yəni, ola bilər 6, 7, 8 və 9 rəqəmləri. Bu edir 15, bu edir 15. Cəmi elədi 30. D variantı. 67-ci sual. Meyvə bağındakı ağacların 12'də 5 hissəsi alma, 12'də 1 hissəsi armuddur. Toplandı eləyir 12'də 6, 2'də 1.
Pistin meyvə ağaclarını biz vahid götürsək, yəni 1, birdən çıxırıq 2-də 1-ni. Bu edir 2-də 1. Qalan soruşduğuna görə. 2-də 1 hissəsi. 68-ci sual. Bu bizə verir 1000-də 216. Bunu bölürük %15'ə, yəni tərsinə vururuq 15'də 100'ə. Üzərinə gəlirik 3'də 2-ni, vururuq tərsinə 4'də 15'ə bərabərdir. Bizə verir uşaqlar 216.000. İxtisar getdi ikisi. 10 edir 150'də 216'ya. Üstə gələk. 5 edir 2'də 5. 2'də 5. Qəşəng. İxtisar aparaq. Neçə? Neçə ixtisar gedir? Eşitdim. Bu olduğu kimi saxlasaq. Görək bizə nə verəcək? 150'də 216 üstə gələk. 150'də 5 vur 75. Bu bizə verir 150'də 216 üstə gələk 375. Bu bizə verir 150'də 216'nın üstə 375 gələndə bizə verir 591. On 15 3 ixtisar gedir. Qaldı burada 50. 3 ixtisar gedəndə 59. 5'in içində 3 bir dəfə. 29'un içində 3. 197. 197. Bunu da aşağılar. Ən asan yolunda böləndə də hər tərəfi 2'yə vuraq. Edir 100. Bu da edir 394. Bu da edir 3,94. Nə tapdıq? 3,94. A variantı. 69. Birinci boru hovuzun 16'da 7, ikinci isə 16'da 5 hissəsini su ilə doldurdu. Hovuzun altı hissəsi boş qaldı. Bunlar toplamında bizə verir 16'da 12. Borunu tam götürəndə, vahid götürəndə də, birdən də bunu çıxanda bizə qalır 16'da 4. Bir ixtisar gedir, qalır 4'də 1. Deyir ki, oğlun 10 yaşı var. Onun yaşı atanın yaşının 7'dəki hissəsini təşkil edir. Atanın yaşı 7'dəki hissə. Atanın yaşı 7'dəki hissəsini, atanın yaşını x götürsək, onunla 7'dəkisini tapsaq, bərabər ona götürsək, 2x'imiz bərabər olur 70'ə, x də bərabərdir 35'ə. B variantı. Eyni qaydanın da 71-ci suala baxsaq, baxarıq ki, x-in 8'də 3 hissəsi bərabərdir 12'yə. 3x bərabərdir 12 vur 8, x də bərabərdir 12 ilə 3 ixtisar getdi, qaldı 4, 4 də 80'də 32. Məxrəci 13 olan 72-ci sualımız belədir. Məxrəci 13 olan ən böyük düzgün kəsir edir 13'də 12. Ən kiçik düzgün kəsir isə 13'də 1'dir. Bunu vuran deyir 169'da 12. Eyni qadı 73'dür. 19'da məxrəci 19 olan ən böyük düzgün kəsir 19'da 18. Ən kiçiyimiz fərqini deyir ha. Fərqini deyir 19'da 1. Bu deyilir 19'da 17. C variantı. Şöyle 74-cü sualımız belədir. Deyir ki, 11'də 3 kəsirini sonsuz dövr olmuş kəsir şəklində göstərin. İlk olaraq 11'də 3 kəsirini yazsaq və bunu budaqlı bölmə kimi bölsək 0,32 22 8 0 bölü 6 80 içində 77. Bundan çıxsa 3A. Yenə gətirdik 3'ə çıxdıq. Deməli 27 davam edəcək. Bunu yazırıq ki 0,4'də 27. Eyni qaydada bunu özünüz yazırsınız. Keçdi 76'ya. Qarşı kəsir vurma, bölmə və çıxması var. İlk olaraq bunları düzgün kəsirə çevirək. Düzgün olma kəsirə çevirək. Sonra vuraq, sonra çıxaq. Bu bizə verir 2'də 9. Vur 9'da 8. Çıx 3'də 16.
Bölək 3-də 32-dir. Birbaşa tərsinə vuraq. Vuraq. 32-də 3 bərabərdir. İxtisar getdi. Burada qaldı 2-də 8. Hələ ki 1-ə saxlayaq. Çıxaq. Burada qaldı 2. Burada qaldı 1. Çıxaq 2-də 1. Bu deyilir 2-də 7. Bunu da onluq kəsi kimi yazsaq 3-də 10-da 5. 77. Bizə deyir ki 4 bölək A plus 2 kəsiri düzgün olmayan deyir. Düzgün olmaması üçün A üstə gələk 2 kiçik bərabərdir 4-dən. Yəni 4-dən kiçik. 4-ə bərabər və yaxud 4-dən kiçik olmalıdır. Bunun üçün də A kiçikdir 2-dən. 4-dən kiçikdir. Bizə natural dediyinə görə 1 və 2 ədədlərini götürürük. Rəqəm desəydi 0 olardı. 78. 78-ci sualımız belədir. Gələk 25-də 6 qarşı kəsilən bir-birinə vurmasıdır. Vuraq 4-də 15. Vuraq 9-da 8. 8-dir bu. Hə, 9-da 8. Bu bizə verir uşaqlar. İxtisar aparaq. Yəni ixtisar aparaq nə ilə? 4-dən 8 getdi. Burada qaldı 2. 6 ilə də 9 ixtisar getdi. Burada qaldı 3. Burada qaldı 2. 25-dən də 15. 5 ixtisar getdi. Burada qaldı 3. Burada qaldı 5. 3-dən də 3 ixtisar getdi. Qaldı nə? 5 burada qaldı məxrəcdə. Sürətdə 1-2 buradadır. 1-2 də buradadır. 2-2-yə vuranda elədi 5-də 4. Eyni qaydadır. Bunu da həllini demişik yuxarıda. Özünüz yazırsınız. 80 sual. 80 sualımız belədir. Yenə 48-dən 87 hissəsini vururuq. Eləyir 6, 42. Geçdik 81-ci sual. Deyir ki, A-nın hansı natural qiymətində 7A üstəgəl 8 bölək 21 kəsir düzgün kəsir. Düzgün kəsir deyirsə 7A üstəgəl 8 kəsir kiçikdir. Nədən? 21-dən. Məxrəcdən kiçikdir. Bunun üçün də 7A kiçikdir. 21-dən 8 çıxanda qaldı 13. A da kiçikdir. 1,7-də 6-dan. Bizdən A-nın hansı natural qiymətində deyirsə 1,7 6-dan kiçik, ən kiçik natural ədəd 1-dir. 1-in özü. A bərabərdir buna. Y variantı. 82 sual. Bizə deyir ki, abituriyentlərin qruplar üzrə sənəd vermələri diaqramına əsasən ikinci qrupa bütün abituriyentlərin hansı hissəsinin sənəd verdiyini tapın. İkinci qrupa. İlk olaraq biz dairə xassəsini istifadə edərək çevrə 360 dərəcə olduğundan bunlar toplatsaq bizə verir 270 dərəcə. 160-dan da 270-li çıxsa, bura qalır 90 dərəcə. Bizə ümumi hamısını soruşduğuna görə məxrəcdə yazırıq 360, tam isə 360 olduğuna görə ikinci qrupa neçə tapdıq? 90. Bu da ixtisar gedir, qalır 4-də 1. Eyni qayda, eyni sualdır. Eyni qayda ilə də 4-ü tapanda 200, 300, bura verir 60. 360-ın 60 hissəsi bizə verir 6-da 1-i. 84-cü sualımız belədir. İlk olaraq bunları çevirək. Bu bizə verir 4-də 11. Bunu vuraq bir yoluq. Bu 10-da 11 deməkdir. Bunu da tərsinə vursaq 11-də 10. Üstə gələk 3-də 10. Birbaşa kəsirə çevirsək. Bu bizə verir 10-da 25. Hər ikisi 5-ə ixtisar gedir. Qalır 2-də 5. Bunu da vururuq. 10-da 4 edir. 2-yə ixtisar gedir. Qalır 5-də 2. Vuraq 3-də 10-a. Bu da bölək 5-də 1 olduğuna görə bunu birbaşa vuraq 5-ə. Tərsinə vurduq. 11-ə ixtisar getdi. Bu qaldı 2-də 5. Hər tərəf 2-yə ixtisar getdi. Üstə gələk 3-də 10-a. Bunu da 2-də 5. 5-də ixtisar getdi. Bu da qaldı 2. Bunu da eləyirik. Çıxaq 3-də 4. Vur 5. Bərabərdir. Bunu birinci həll eləsək. Bu bərabərdir. Bizə verir uşaqlar. Bunu ortaq məxrəcə gətirəndə 6-da 15 üstə gələk 20
Bu bizə eləyir 6-da 15 çıx 8. Vuraq 5-ə bərabərdir. Bu bizə verir 6-da 35. Bu da bizə verir 6-da 7. Vur 5-ə bərabərdir. 6-da 35 vur 7-də 6 bir yolluq. Vuraq 5-ə. 6-lar ixtisar getdi. Buna da bir ixtisar getdi. Qaldı 5. 5 vur 5 bərabərdir 25. Cavabımız oldu 25. Keçdik 85-ci sual. 85-ci sualımız belə deyir. Bizə deyir ki, bir fərlə işi 8 saata. Bir fərlə işi 8 saata görürsə, ümumi 8 saata görürsə, 1 saata görür 8-də 1-i. Digər hissənin işi 6 saata, 1 saata görür 6-da 1 hissəsini. Onlar birlikdə 3 saat işləsələr, onlar birlikdə 3 saat. Yəni 8-də 1, üstə gələk, toplayırıq da uşaqlar. Birlikdə işləsələr toplayırıq. Biri bir işləməsə çıxırıq. Bunu vururuq 3-ə. Çünki birlikdə 3 saat deyir. Bu bizə verir 24-də 3, bura gəldi 4. 24-də 7. Bunu da 3-ə vursaq, bizə verir 24-də 21. Buna birlikdə işin 24-də 21 hissəsini görər. Bir işin 24-də 21 hissəsini görər. Bizə deyib görülməmiş dediyinə görə birdən də çıxırıq 24-də 21-i. Bizə verirsə 24-də 3-ü. Bu bizə 24-də 24 deməkdir. 24-də 21 çıxanda 24-də 3. Bu ixtisar gedir, qalır 8-də 1. Keçdik 86-cı sual. 86-cı sualımız belədir. Bizə deyir, kəsrlərdən hansının sürətini 21, məxrəcinə isə 35 əlavə etdikdə onun qiyməti dəyişməz. Gəl bunlar bir-bir yoxlayaq, uşaqlar. Məsələn, bunun sürətini 21 eləsək, bu bizə verir 22. Məxrəcinə 35 eləsək, bu bizə verir 37. Bu dəyişdi, bu getdi. 25, 38. Bu da dəyişdi. Bu bizə verir 26, 41. Bu da dəyişdi. Bizə verir 26, 38. 2 yaxsa gedir. 13-dən 9. Bu da dəyişdi. 5-də 3-ə bassaq, bizə verir 24, 40. 8 yaxsa getdi. Yenə qaldı 5-də 3. Deməli, budur cavabımız. Y variantı. Eyni qayda ilə də bunu siz yoxlayırsınız. Keçdik 88-ci sual. İfadənin qiymətini tapın deyir. Şöyle fikir versək, diqqətlə baxsaq, bax burada ortaq məxrəc nədir? Hər ikisində də 1,7-də 1 var. Bunu ortaq vurub çıxarsaq, qalır 9,7-də 5, üstə gəlir 4,7-də 2 bərabərdir. Bunu düzgün olmayan kəsirə çevirsək, bu gedir 7-də 8 vuraq. Tam hissəsini topladıq. Kəs hissəsini də toplayanda 5-in üstə 2 gələndə 7. Bu bizə verdi 7-də 8 vuraq. Bu bizə verdi 1-i. 13-ün üstə 1 gələndə 14. Qısa getdi. Qaldı ki 8-i 2 vuranda elədi 16. Cavabımız oldu 16. İndi diqqətlə qulaq asın uşaqlar. A, B və C-miz müsbətdir. Hər iki də müsbət olduğuna görə belə də bir şərt verib. A böyükdür B-dən, o da böyükdür C-dən. İndi bu kəsrləri bizə müqayisə istəyir. Biz yuxarıda qayda kimi dedik ki, əgər kəsrin sürətləri eynidir, ədəddirsə, məxrəci kiçik olan ədəd böyükdür, məxrəci kiçik olan ədəd böyükdür. Şöyle fikir versəniz, bunlar müsbət. Belə də ən böyüyü də A-dır, B-dir, C-dir. Ən böyük A olduğuna görə tərsindən fikirləşsək, kəsir kimi baxsaq, ən kiçiyi A olacaq. Yəni 1 bölək A kiçikdir 1 bölək B-dən, o da kiçikdir 1 bölək C-dən. Dedik ki, sürətləri eyni olan kəsirlər müqayisə edərkən məxrəci kiçik olan kəsir böyükdür. Buna görə məxrəci ən kiçik olur C, B, sonra A. Müqayisəmiz belə oldu. Variantda baxsaq harda var? C variantı. Keçdik 90-cı sual. Eyni qaydadır. Bax, fikir verirsiniz, eyni. Müqayisə edin. Eyni qayda deyən bunu siz yazırsınız özünüz.
Keçdik 91-ə. 0,54 ədədinin 27'də 1 hissəsinin üzərinə 2,18 əlavə etişdə alınan ədəd tapın. 0,54 27'də 1 hissəsi üstə gələk 2,98 bərabərdir. Bu bizə eləyir %54. Vur 27'də 1. Üstə gələk 2,98 bu da bərabərdir. İxtisar getdi. Qaldı ki eləyir 50'də 1. Bu bizə verir 0,02'ni. Bunun üzerine 2,98 gəlsə bizə verir 3'ü. Eyni qaydada bunu yazsaq verir 0,6. Üstünə bunu gəlsək bu da eləyir 3'ü. 93-cü sual. Bizə deyir ki 2'də 1, 8'də 5, 4'də 4'də 1, 16'da 1 ədəd ən böyük ilə ən kiçisinin hasilinin 16 mislini tapın. İlk olaraq baxırıq 2, 8, 4, 4 ən böyük olan məxrəc 16 olduğuna görə bunu məxrəclərin hamısını 16'ya gətirir uşaqlar. Bu bizə verir 16'da 8. Bu birisi verir bizdə 16'da 10. O birisi bizə verir 16'da 12, 16'da 4 və 16'da 11. Bizdən ən böyüyü hansı olur uşaqlar? 8, 10, 12, 4, 11. Ən böyük deməli budur. 16'da 12. Ən kiçiyin hasilinin vuraq. Ən kiçiyi hansıdır? 16'da 4. Hasilinin 16 mislini tapın. Vuraq 4'ə. Bərabər 16'ya 16 mislini deyir. Şöyle. Bax, bununla 16'nın biri getdi. Bizə qaldı 16 ilə bu 4 xısa getdi. Burada qaldı 4. 12 ilə 4'ü böləndə 3. Cavabımız oldu 3. A variantı. İfadənin qiymətini hesablayın. Şöyle, gəlin ifadənin qiymətlərini hesablayaq. İlk olaraq 64'də 19 çıx 5'də 32'də 7. Yəni başqa verək deyəcək. 94-cü sualımız belədir. Bərabərdir. Şöyle, mürtəzəni həll etsək, tapırıq ki, məsələn, altdan 5 çıxanda bizə verir 1'i. Kəs hissəsində çıxsaq, 64 ortaq məxrəc kimi götürsək, 9'dan çıxırıq ki, 14'ü. Bunun üzərinə gəldik, 3'ün üstəki gəldik 5, 32'nin üstünə də 5 üstə gələk 2. Bu bizə eləyir 1,64'də 19'dan 5 çıxanda 5. Üstə gələk 5,32'də 7. Yenə tam hissəsini topladıq 6. Kəs hissəsini toplayanda 64 gen ortaq məxrəc olur 5, 14. Bizə eləyir 6,64'də 19. 6,64'də 19. Y variantı. Bir maşınla qumun hamısının 8 saata, bir maşınla qumun hamısını 8 saata, digəri ilə 9 saata daşımaq olar. Bu maşına ikisi birlikdə 4 saat işləsələr, qumun hansı hissəsi daşınmamış qalar. Bəlkə sualdan oxşardır. Hovuz məsələsindən. Uşaqlar, buna baxsaq, yenə bu biri 8'də 1 hissəsi. Yəni 1 saata 8'də 1 hissəsini görür. Digəri 9'da 1 hissəsini görür. Bunu vururuq yenə ikisi birlikdə işlədiyinə görə 4'ə bərabər götürürük. Toplamda bizə eləyir 72, 9, 17, vur 4'ə. Bizə eləyir 72'də 68. Uşaqlar, bu bizim birlikdə gördüyümüz işin hissəsidir. Bir saata görülən işin hissəsidir. Bizə deyir ki, qumun hansı hissəsi daşımamış qalar. Daşımamış sorusuna görə birdən yenə çıxırıq 72'də 68'i. Bizə verir 72'də 4'ü. Bu da 4'ə xısa gedir. Qalır 18'də 1. D variantı. Keçdik 96. Eyni sualdır. Eyni sualdır. Siz yazarsınız. 97. Birinci boru boş hovuzu 5 saatda, ikinci isə 4 saatda doldurur.
Onunla birləşdirərək boş hovuz neçə saata dolar? Uşaqlar, neçə saata dediyinə görə diqqətlə qulaq asın. Dedi 1 saata görəniş 5də 1. Digəri 4də 1. Bunları toplayırıq. Bizə verir 20də 9. Uşaqlar, toplasaq orta məxrəc 20, 4 üstə 5, 9. Bu bizə görən uşaqlar 1 saatda görən işdir. 1 saatda. Bu ümumi nə qədər saat görsə bunun tərsini götürürük. Tərsini. Bizə edir 9'da 20. Bu ümumi görülən saatdır. Birlikdə götürülər saatdır. Bunu da hesablasaq 2,9'da 2 edir. C variantı. Bizə variantda verib 98-ci sual. Bizə deyir hansı bərabər doğrudur. Bu 9'da 100 edir 3'də 1. Bu səhvdir. Bu bizə verir uşaqlar 900'də 583'dən 53 çıxanda bizə verir 530. Bunda nəyə xəsar edir? 9, 12'yə xəsar 12'yə bölünür ki bu. 912 bizə verir 75. 75'i 7'də vuranda sonra 5 ilə qutarır. Demək bu da səhvdir. 99'da 82. 9'a xəsar gəlir. Bu da səhvdir. Bu da 99'da 7. Bu da səhvdir. Buna mı səhv gəldi uşaqlar? 583'dən 58 çıxırıq biz burada. 58 çıxanda 525. Bax bəlkə böldür. Bax 25 85'i 7'də vuranda 75'i 7'də vuranda hə böldürür. Bu doğrudur uşaqlar. B variantı doğrudur. Faydasının qiymətini hesablayın. Eyni qaydadır uşaqlar. Bu misaldan eynidir. 94'ün sualından eynidir bu 99. Bunu özünüz yazırsınız. Keçdik 100-cü sual. 100-cü sualımız belədir. Uşaqlar, bunu birinci 4'də 5. Düzgün makasına çevirdik. Kvadrata yüksəldirik. 15'də 4'də vururuq. Üstünə 3'də 1'i gəlirik. Bu bizə verir 16'da 25. Kvadrat yüksəltdik. Vurduq 4'də 10. 15'də 4'də. Üstə gəldik 3'də 1'i. Uşaqlar 4'dən 16 ixtisar getdi. Burada qaldı 4. 25'dən 15 ixtisar gedir. Burada qalır 3. 5 ixtisar apardıq. Burada qaldı 5. Bu bizə verir 3'də 5. Üstə gələk 3'də 1. Topladıq elədi 3'də 6. Bunu bölündə tapdıq 2. Cavabımız oldu 2. Variantda var? Yox. Nəyə səhv elədik? Baxaq. 16'da 25. Bu qəşəng. Bunu vurduq 15'də 4'də. 4. Bax burada səhv eləmiş. Bax uşaqlar. İxtisarı aparmışıq amma verənləri səhv yazmış. Burada qaldı 4. 3. 5. Bunu vurmamışıq. Eləyir 12'də 5. Üstə gələ 3'də 1. 12'də 5. Orta məxrəc 12 olduğuna görə 5 üstə gələk 4. Bizə verir 12'də 9. 3'ə ixtisar gedir qaldı 4'də 3. 4'də 3. Keçdik 101-ci sual. Qəşəng sualdır. Şöyle bax bizə verir, gəl bunu belə yazağım da. Bu bizə verir 2'də 3. Məxrəci bizə verir 2'də 1. Bunu vururuq. Bu bizə verir 4'də 5. Məxrəci bizə verir 4'də 3. Bu birisi kəsirin məxrəci sürəti verir bizə 5'də 6'nı. Məxrəci bizə verir 5'də 4'ü. Qəşəng. Şöyle diqqətlə baxsanız, bax bunu bir kəs yazanda necə yazırıq? Bunun sürətini məxrəcin
məxrəcdəki kəsirin sürətini, sürətdəki kəsirin məxrəcinə vururuq məxrəcdə, sürətlərini də 1-i vururuq. Eləyir 2-də 6. Vuraq. 3 vur 4, 5 vur 4. Bunu da vururuq. 5 vur 4, 5 vur 6. Şöyle diqqətlə baxsaq, bununla bu ixtisar getdi. Qəşəng. 2 ilə də 6 ixtisar getdi. Burada qaldı 3. 3 ilə də bu 3 ixtisar getdi. Bu 4 ilə də 2. Burada qaldı 3. Bizə verir 2-də 15. Bu da verir 7 tam 2-də 1. 101C. Qəşəng sual idi. 102-ci sual. Hansı bərabərlik doğru deyil? Bunu gəlib bir yoxlayaq uşaqlar. 5-i 6-ya böləndə baxırıq. Gəlin tərsinə baxaq da. Ödürmü şərti. Bu bizə verir 90-da 83 çıx 8. Bizə verir 90-da 71. 15 xəsarətində bu qalır? Yox. 83-dən 8 çıxanda 75 edir. Çıxmamı səhv eləmi. 15-ə qısa getdi, qaldı düz. Bu düzdür. Amız düzdür deyib bunu çıxdıq. Bizə deyir doğru deyil. 99-da 51. Elə bu səhvdə uşaqlar. 99-da 51 edir. Burada da verilir 45-də 37. 9-da 5. Budur. 99-da 3 qısa gedir. 33-də 1. Bu da düzdür. Hamısı düzdür. Bir dənə bir səhvdir. 103-cü sual. Buna ait bir misal yazmışdıq. Eyni qaydadır. Bunu özünüz yazırsınız. Artma sırasını müəyyən edin deyir. İnşallah gəl bunu 1-ə yazalım da. Bax, 1 tam %42-ni 3-ü 4-də bölündə 0 tam %75 edir. Bu eləyir 1 tam %75. Bu bizə eləyir 1 tam 4, 4. Sonsuza qədər gedir. Bu bizə verir 1 tam 10'da 4. 2'yi 5'e böləndə 0 4 düşür. O yer 1 tam 10'da 4. Şöyle gəl bunu bərabərləşdirək. 2 dənə 0 yazsaq. 3 dənə 3'ə bərabərləşdirək. 3 dənə rəqəm elədik. Gəl bunun açısından baxaq görək. Ən böyüyü hansıdır? Artma sırasında deyirsə ən kiçikdən ən böyüyə düzəcək. Bunların ikisindən ən kiçiyi budur. Ədəd kimi yazsaq 1 tam 5'də 2. Sonra keçdik. Ondan sonra ən kiçik gəlir 420. 420 hansıydı? Bu 42. Yəni 1 tam %42. Ondan sonra ən kiçik gəlir 444. Yəni 1 tam 4'də 4. Ondan sonra ən kiçik 1 tam 4'də 3. Bu qədər. Asandır. D variantı. 105-ci sual. Baxa görə açıq suallardır uşaqlar. Keçdik açıq suallara. 105-ci sualımız belədir. Deyək ki, diaqramda elektronika mağazasında 5 gün ərzində satılan elektrik əşyaların miqdarı haqqında məlumat verilmişdir. 4-cü gün 18 ədəd elektrik əşyası satılıbsa, 4-cü gün 5-ci gün satılan elektrik əşyaların miqdarı nə qədər? Aşağılar. İlk olaraq X dənə elektrik əşyamız var. Hatta bunu cibimizdə saxlayaq. Bundan sonra keçirik nəyə tapırıq? X-i gəlin birinci X-i tapaq. X-i tapmaq üçün 4-cü gün nə qədər verir? 18 ədəd. X-i vururuq 11-də 3-ə. 11-də 3 hissəsi təşkil edir. Uşaqlar 4-cü gün. Bərabər götürür 18-ə. X də bərabərdir uşaqlar. 18 vuraq 3-də 11. Yəni buna böləndə tərsinə vurduq. Bizə eləyir 6, 66. X-imiz nədir? 66. 66 dənə elektrik əşyamız var. Keçdik 5-ci günə. 5-ci gün nəyin tapaq? Hissəsini. O necə tapacaq uşaqlar? Bizə verilən hissələri toplayırıq. Bizə veriblər 11-də 1, 11-də 2, 11-də 3, bir də 11-də 3. 4-cü, 3-cü gün eynidir. Uşaqlar, bunu topladıq. Bizə verir 11-də 2, 8, 9. Nə qaldı bizim 5-ci günə? 11-də 2 hissəmiz. Qəşəng. Bizim ümumi nə qədər elektrik əşyamız vardı? 66 dənə. 66'nın da 11'də 2'sini tapırıq. Bizə verir 12 dənə.
Deməli 12 dənə əşyamız var 5-ci gündə. Bu qədər. 106-cı sualımız. 106-cı sual belədir. Deyir ki, qatar iki stansiya arasındakı məsafənin 15-də 7 hissəsini getdikdən sonra yolun ortasında çatmaq üçün daha 3 kilometr getməli idi. Stansiyalar arasındakı məsafə neçə kilometr? Uşaqlar, bax tutaq ki, A və B stansiyalarımız arasında 2 dənə stansiyadır. Və deyək ki, qatar məsafənin ilk dəfə tutaq ki, bu x kilometrdir. Diqqətlə qulaq asın. X kilometrdir. Bunun 15'də 7 hissəsini gedir. X vur 15'də 7. Sonra deyək ki, getdikdən sonra yolun ortasına çatmaq üçün, yarısına, yəni ortasına çatmaq üçün, bura çatmaq üçün daha 3 kilometr getdi. Yarısına. Axı bölümü nə qədərdir x? Bunun yarısı nə edir? X bölək 2. Məsafə nə qədər? X-i soruşsa bizdən uşaqlar. Bunu tapmaq üçün də uşaqlar. Toplanan cəm. Toplamın birini tapanda, 3'ü tapanda cəmdən çıxırıq digər toplananı. 3 bərabər 90 məxrəc 30. 15 2 çıx 35 bölündə 2, 2 7 vurunda eləyir 14x. 3 bərabərdir uşaqlar. 30'da 15'dən 14 çıxanda 1x. X də bərabərdir 30 vuraq 3, bu deyilir 90. Nə qədərmiş? 90 kilometr. Cavabımız oldu 90 kilometr. Bu qədər. Keçdik 106-ya, 107-yə. 6,4 A bərabər 3'də 19 verir. Bizdən A-nı soruşur. A-nı tapanda belə tapın uşaqlar. Qaydamız nə idi? 6, 9'da A. 3'də 19. Uşaqlar, diqqətlə qulaq asın. İlk olaraq bizim işimiz nədir? Düzgün olmayan kəsiyə çevirmək. Bu bizə verir 54 üstə gələk A-nı. Bu da bərabər 3'də 19. Uşaqlar, diqqətlə fikir versəniz, hər ikisi bax 9 3. Yəni 3-ə xısa gedir. Bunu belə yaza bilərik. 9'da 57. 3'ə vurduq da hər tərəfinə. Məxrəclər eyni olduğuna görə sürətlər də eyniləşdiririk. Eləyir 57. A bərabərdir 3'ə. Ana tapdıq 3. Eyni qayda ilə 108'i siz yazırsınız. Keçdik 109-cu suala. 109-cu sualımız belədir. 7,5. Gəlin belə yazaq da uşaqlar. Yəni bunu yazırıq 10'da 75. 10'da 75 bölək 4'də 12 15 çıx kvadrata üstədən də 4'də 9 bərabərdir. 10'da 75 bölək 4'də 6. Bu da bərabərdir. Bölüm olduğuna görə birinci kəsir olduğu kimi qalır. İkinci kəsir tərsinə vurduq. Altda 4'ə vurduq. Bu ixtisar gedib. Burada qalır 2. Burada qaldı 3. 2'lə də 10 ixtisar gedib. Qaldı 5. 5'dən də 75 ixtisar gedib. Burada qaldı 15. 15 də 3'ə böləndə bizə verir 5. Cavabımız oldu 5. A-nın neçə natural qiymətində şərtini ödər. Uşaqlar, ilk olaraq biz bunun məxrəclərini bərabərləşdirək. Orta məxrəc 45 olduğuna görə bu bizə verir 45'də 9. 45'də A və 45'də 5'ə vurdu da uşaqlar 20. Diqqətlə baxsaq uşaqlar 110'a baxırıq. Məxrəclər eyni olduğuna görə sürətlərin də ardıcılığı belə olacaq. Bu şərtdə. Bu şərtdən də A-nın neçə natural qiymətində deyirsə, uşaqlar, bunu tapmaq üçün 2 dənə yol deyək. Belə. İlk olaraq özləri daxil olmadığına görə, məsələn, aralığımız belədir də 20, 9-20 aralığı. Bu arasında tam ədədlər tapanda, uşaqlar, natural ədədlər tapanda, müsbət deyəni ilə müsbət tam ədədlər deyək də belə. Natural qiymətlərdir. 20'dən çıxırıq 9'unu, təzə ondan çıxırıq 1'i. Niyə 1'i çıxır? Çünki özləri daxil deyil.
eləyir 10. Belə tapa bilərik. Bax uşaqlar. 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. 20'ni yazmış çünki 20 daxil deyil. Nə qədər eləyir uşaqlar? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Tapdıq 10. Tutur yadınızda saxlayın. Ədəd aralıq kimi interval verirlər. Aralıq kimi yazdıq. Aralıq kimi yazanda böyükdən kiçiyi çıxdıq. Təzə ondan birini çıxdıq. Əgər belə olsaydı, qapalı mötərizədə parça olsaydı, üstünə 1 gələcəkdik. Çünki özləri daxildir. Keçdik 111-ci sual. 111-ci sualımız belədir uşaqlar. Bizə verir, birbaşa yazırıq. 9'da 2, 9'da 3 və 9'da 4. Vururuq isə bərabər digirgə götürdük. Bu bizə verir 9'da 2, 3, 4, 5, 9. X bərabər digirgə. Bunu bir də 1. X bərabər digirgə. Demək x bərabər digirgə. İfadəmiz nədir? Qəşəng. Hər hansı dəyişən birini yerinə qoyub hesablayırıq. 2 üstə gələ 3, 8 böl x. Bu bizə verir 4. Bu qədər. Eyni qaydanı 112'yə baxaq. Bu bizə A-mız verir 9'da 6, ixtisar getdi 3'də 2. B-miz bizə verir 9'da 3, ixtisar getdi 3'də 1. 2 üstə gələk A böl 2'də 1 çıx B-ni. Yerinə qoyub hesablayasaq 2 üstə gələk 3'də 2 böl 2'də 1 çıx 3'də 1 bərabərdir. Bu bizə verir 3'də 8. Bunu vururuq. Bölmək deyənə tərsinə vururuq. Bu bizə verir 6'nı sürətdə yazdıq. 3'dən 2 çıxanda 1. 6'ya. Bu da ixtisar gedir 2, 2, 8, 16. Cavabımız oldu 16. Eyni qaydayında bunu özünüz yazırsınız. 114-cü sual. Deyər məxrəci 30 olan və 5'də 1, 3'də 1 aralığı yerləşən adi kəsilən sürətlər cəmini tapın. Məxrəci 30 olan, məxrəci, baxın uşaqlar, 5'də 1 kiçikdir. Məxrəci 30 yazdıq. Sürətini bilmirik. 2. 3'də 1 aralığında. Bu aralıqda yerləşir. Qəşəng. Adi kəsilən sürətlərin cəmini tapın. İlk olaraq uşaqlar, eyni qaydada bəxlə buna aid misal yazmışdıq. Bunu orta məxrəcə gəlsin. 30'da bu edir 6. 30'da 2, 30'da 10. Qəşəng. Yazdıq. Məxrəc serialına görə sürətləri də belə yazırıq. Bu aralıqda yazdıq. Bizə deyək kəsin sürətlərin cəmini tapın. Biz hansı ədədlər tapa bilərik? 7, 8 və 9. Bunun da cəmi bizə verir 24'ü. Cavabımız oldu 24. Bu qədər. 115-ci sualımız. Ən böyük 2 rəqəmli ədədlə məxrəci 33 olan ən böyük düzün kəsin hasını tapın. Ən böyük 2 rəqəmli ədədlə ən böyük 2 rəqəmli ədəd 99. Məxrəci 33 olan ən böyük düzün kəsir edir 32. 32. Bunların hasını soruşur deyinə buna vurdu. Buna ixtisar gedir. Qalır 3. 3 32 bölündə elədi 96. Cavabımız elədi 96. Deyək ki, qablaşdırılmış malın qiyməti 85 manatdır. Qablaşdırılmış malın qiyməti. Qabın qiyməti malın qiymətinin 15'dəki hissəsini təşkil etsə, malın qiyməti neçə manatdır? Uşaqlar, bax, tutaq ki, bir qablaşdırılmış qabdır. Bunun içini, malın içini x götürək, qabını isə y götürək. Qabı x, içi x. Bu ikisi qablaşdırılmış malın qiyməti, yəni x plus y-in qiyməti 85 manatdır. Deyək ki, qabın qiyməti, bax, buna deyək qabın, buna deyək malın. Malın öz qiyməti. Deyək ki, qabın qiyməti malın qiymətinin 15'dəki hissəsini təşkil edirsə, malın qiyməti neçə manatdır? Baxın uşaqlar, deyək ki, qabın qiyməti, qabın x, malın qiymətinin 15'dəki hissəsi y-in
15'deki hissəsinə bərabərdir. Uşaqlar, buradan keçirik. Bax, belə yazaq. Diqqətlə qulaq asın. Buradan 15x bərabərdir 2y. Uşaqlar, x-ə 2k desək, y-ə isə 15k desək. Bunları toplayıb 85 götürsək, 17k bərabər 85-ə, k bərabərdir 5-ə. Bizə nə malın soçurdu? Malın qiyməti neçə manatdır? Yəni y. 15'i də 5'ə vursaq eləyir 75. Cavabımız oldu 75. Məxrəci 18 olan 3/1 kitaba neşin adı kəsilən sürətlər cəmi tapır. Eyni sual. Bax aşağılar. 114'dən eynidir. 117'ni özünüz yazın. 118. Uşaqlar, 5 gün ərzində satılan malın miqdarının gündəlik diaqram verilib. 3-cü gün 15 ədəd, 3-cü gün bu qədər. 2-ci gün satılan malın miqdarı nə qədərdir? 2-ci gün. Uşaqlar, eyni qaydadır. Buna bir dənə misal yazmışdıq. Bunu yazmaq istəmirəm. Siz özünüz yazın, siz özünüz öyrənin. 118 yeni sualdır. Baxın hansı sualdan eynidir? 105-dən eynidir. 105-in sualından 118-in sual eynidir. Onun həllinə baxın təzədən. Özünüz yazın. Keçək 119-a. Ədədin 4/1 ilə 9/4-ün cəmi 25-ə bərabərdir. Bu ədədin 4/1-ni tapın. Ədədin 4/1 ilə, bax, ədədin 4/1 ilə 9/4-ün cəmi 9/4-ün cəmi 25-ə bərabərdir. Bu ədədin 4/1-ni tapın. Şöyle orta məxrəc eləyir 36. Eləyir 9x üstə gələk 16x. Bərabərdir 25-ə. Eləyir 36-da 25x bərabərdir 25-ə. Şöyle diqqətlə baxsaq burada 25x bərabərdir 25 vur 36. 25'ləri xısa get x bərabərdir 36. Ədədimiz neymiş? 36. Bizdən soruşur 36'nın 4/1'ni. Belədir 9. Cavabımız oldu 9. 120-ci sual. Tam ədəd edən natural enlərin cəmini tapın. Deyək ki, 36 çıxaq n kvadratı bölək n kvadratı kəsirin qiymətini tam edən natural enlərin cəmini tapın. Şöyle diqqətlə baxsaq, bunu belə yazırıq. Məsələn, bizə verir 36 çıx n kvadratı böl n kvadratına. Diqqətlə fikir versək, bizim bunu ayrı-ayrı kəsirlərdə yazsaq, belə yaza bilərik də uşaqlar. Ayrı kəsirlərdə yazsaq, bu da bərabərdir 36 çıxaq 1. Bizə nə deyək ki? Kəsirin qiyməti tam ədəd edən natural enlərin cəmini tapın. Natural enlərin. Şöyle tam ədəd olması üçün biz 36'ın bölənlərini yazsaq. Şöyle gəlin 36'ın bölənlərini yazaq. 1, 2, 3, 4, 6, 9, 12, 18 və 36'nın özü. İndi diqqətlə qulaq asın. Bu natural bölənlərdir. Uşaqlar, biz enə, diqqətlə qulaq asın. Enə ədəd verməliyik ki, elə natural ədəd verməliyik ki, onu kvadrata yüksəltsək, 36'nın bölənləri eləsin. Məsələn, enə hansı natural ədəd verə bilərik? Məsələn, enə 1 versək, 1 eləyir 36, 35 tam ədəd edir. 2 versək, uşaqlar, enin çoğun, bax uşaqlar, n kvadratı bərabərdir bu olmalıdır. Bax, n kvadratı bərabərdir bunu olmalıdır. 36'nın bölənləri n kvadratı. Bunlardan çıxır, n-ə bərabər olmalıdır 1. Nə oldu? 1 var da, n tapdığımız 1. 2'dən kök çıxmır, natural eləmir. 3'dən də çıxmır, 4'dən nə adı var? 2. 6'dan çıxmır, 9'dan var 3. 12'dən çıxmır, 18'dən çıxmır, 36'dan çıxır 6. Deməli, n'in natural qiymətləri bunlardır. 4 dənə. N'lərin hansını tapın? Deyir ki,
tam edən natural enlərin cəmini tapın. Toplayanda edir 12. 120'ye cevap ne oldu? 12. Eyni qayda ilə də bunu 121'i özünüz tapırsınız. Eyni qayda ilə 1'e yazırsınız, həllini özünüz yazırsınız. 122-ci sual. 122-ci sual belədir. Qiymətini hesablayın. Uşaqlar, məsələn, sürətimiz nədir? 6. Bax, uşaqlar, diqqətlə baxsaz, gəlin bax, bunu birini 1'e yazın, başa düşün. Birini qıraqda 1'e yazım. 0,3 böl 0,33. Yəni, 10,3 bölək %33. Yəni, 10,3 vur 33'də 100. Ne qalır? 10, 11. 11'də 10. Hər ikisində də 11'də 10. 11'də 10. 11'də 10. Çıx. 11'də 10. Bunun biri getdi. Qaldı 10'da 11. Yəni 6 vur 10'da 11. Tərsinə vurdu uşaqlar. Bu deyir 66 bölək 10. Bu deyir 6,6. Cavabımız nə oldu? 6,6. Keçdik 120-ci sual. 120-ci sualımız belədir. Bizə deyir ki 5 n çıxaq 4 bölək 2n plus 13 kəsin düzün kəsir olması üçün n'in aldığı natural qiymətlərini cəmi tapın. Buna neçədən sual işləmişik? 5n çıxıq 4 2n plus 13. Kəsirin düzün kəsir olması üçün. Düzün kəsir deyilsə sürətini kiçik götürürük məxrəcdən. Bunu həll edərkən dəyişənləri bir tərəfə, ədədləri də bir tərəfə yığırıq. Verir 3n kiçikdir 17'dən. N də kiçikdir 5,3'də 2'dən. Bizə deyir ki, n'nin aldığı natural qiymətlər cəmi. N hansı natural qiymətlər var? 1'i, 2'ni, 3'ü, 4'ü və 5'in özünü ala bilər. Çünki 5,3'də 2 5'dən böyükdür. Bunların da cəmi bizə verir 15'i. Cavabımız nə oldu? 15. Keçdik 124'də. 3 ardıcıl tək natural ədədin cəmi 5'də 3. Cəminin 5'də 3 hissəsi 70,2 olarsa, 70,2 olarsa böyük ədəd tap. Məsələn, tənq qurmaq ələt edin. Uşaqlar, məsələn, tənq qurmaq ələt edilməsə, deyir 3 ardıcıl tək ədəd deyir. Tək natural ədədlər. 3 ardıcıl tək natural ədədlər necə idi? Tək düsturumuz nə idi uşaqlar? 2 n plus 1. Birinci tək. Ardıcıl deyilsə ikinci tək və üçüncü tək. 1 2n plus 3. Arasında fərq 2'də uşaqlar. Bu bizim tək ədədin düsturudur. Natural ədədlərlə demişdik. Bunların cəmini nə edir? 6n üstə gələk 9 vuraq 5'də 3 hissəsi 70,2 edir. Bizdən böyük ədədi soruşur. Tənliyi qurduq, indi həll edək. Həll edərkən uşaqlar, ilk olaraq dəyişənimizi saxlayaq uşaqlar. Gəlin birinci olduğu kimi saxlayaq. Bunu yazaq 10'lu kimi. 10'da 702 yazaq da uşaqlar belə. Bizə eləyir 6,9 bərabərdir 10'da 702 bölək bu eləyir. Bunu vururuq 3'də 5'ə. Tərsinə vurduq da uşaqlar. Bu da qaldı 2. 2'ni 3 702'ni 26'ya böləndə nə düşür? 70'in içində 6. 7'in içində 6 bir dəfə. 10'un içində 6. 107. 107 düşür də uşaqlar. Gəlin bölək. Şöyle bizə verir 702 böl 6. 1 117. Cevabımız nə elədi? 117. Yazırıq. 6n plus 9 bərabərdir 117'yə. N bərabərdir edir 108. N də bərabərdir 18'ə. Yine tapdıq 18. Bizdə nə soruşur? Ən böyük. Böyüyümüz hansıydı bu? 2 vur 18 üstə gəlib 5. Bərabərdir 41. Cavabımız oldu 41.
125. Deyək ki, əvvəlcə səbətdən 6 alma, sonra qalan almaların sayının 1/3 qədər və daha 6 alma götürdülər. Nəticədə səbətdə əvvəlki almaların yarısı qədər alma qaldı. Əvvəlcə səbətdə neçə alma var idi? Məsələn, təmiz qurmaq əldə edin deyir. Sonra səbətdə 2 alma var, bilmirik. Daha doğrusu deyək ki, əvvəlcə səbətdən 6 alma. Yəni bundan 6-sı getdi, çıxdı. Sonra deyək ki, qalan almaların sayının 1/3 qədər. Qalan axı elə budur. 6 çıxanda 2 çıxaq 6 qalır axı qalan almanın. Bunun üzərinə deyək ki, sonra bunlardan çıxırıq, yenə çıxırıq. Bu almanın 1/3 qədər. Qalan alma budur axı uşaqlar. Qalan alma 1/3 qədər və daha 6 alma götürər. Yenə bundan çıxırıq, yenə 6 almanı. Nəticədə də səbətdə əvvəlki almaların yarısı qədər. Nə qədər qaldı? Əvvəlki almaların yarısı qədər. Yəni x-in yarısı qədər qaldı. X bölü 2. Təhlilimizi qurduq. Bizə nə lazımdır? X-i soruşur. Elə x-i soruşur bizdən. Gəl həll edək uşaqlar. X çıx 12. Bir başa bunu yazdıq. Çıxaq 1/3 x çıx 6 3/1 2 bərabərdir x bölü 2-yə. Uşaqlar, x-ləri bir tərəfə yığaq. 3/1 x çıx 2/1 x bərabərdir -14 eləyir. Bu təbii ki, çevirini elədi müsbət 14. Müsbət 14 tapdıq. Bu bizə verir uşaqlar. Diqqətlə baxsaq, orta məxrəc 6-dır. 6x çıx 2x çıx 3x bərabərdir 14-ə. Bu bizə verir 6-da x bərabərdir 14-ə. X də bərabərdir 84. Davam edək. Görüm hesabımı səhv aparmamışam. X çıx 6 x. Tənimiz qurdu. Bunları x çıx 12. Bunu yazdıq. Çıxaq 3/1 x. Şöyle burada mənfi. Bu da mənfi olduğuna görə bu oldu üstə gələk. Bax burada səhv etmişəm. Bax mənfi 10. Bu səfər keçəndə oldu müsbət 10. Bu deyir 6 vur 10 bərabərdir 60-a. Qəşəng. Cavabımız oldu 60. Şöyle diqqətli olun abi. Mən kimi hesablama səhv aparmayın. 126-cı sual. İnanılmaz qiymətlər cəmi tapın. Deyək ki, kəsri düzgün kəsri olması üçün 7-in çıx 6 düzgün kəsri deyirsə kiçikdir 3-in plus 15-dən 4-in kiçikdir 21-dən n də kiçikdir 5,25-dən. Natural qiymətlər cəmini soruşur. 1, 2, 3, 4 və 5. Bunları da toplayanda eləyir 15. Cavabımız oldu 15. Bu qədər. Sağ olun, salamat qalın. Onlayn dərslərimizə qoşulmaq üçün 099 314 03 və 12 nömrəsi əlqə saxlaya bilərsiniz. Sağ olun.